Yeni ili üçün dedektiv. Bu barədə sabah düşünərsən. Aleksandra anasının yanından qaçaraq yeni mənzilə köçmüşdü. Saşa əlbəttə ki, anasını çox sevirdi. Lakin etiraf etməli olurdu ki, o bu dünya adamı deyil. Bir çox qəribəliklərini uzun müddət, 26 yaşına qədər dözən, hətta xarakteri ilə seçilən anası ilə qəribə olmasa da üzü yolu olan Aleksandra buna dözməyə məcbur idi. Amma son vaxtlar artıq dözə bilmirdi və o Çuğundur adlı bir qadının mənzilində kirayə qalmağa başladı. Adı Çuğundur olan qadın özü də elə qəribə idi. Əsl məsələ hələ bu evə köçəndən sonra başladı. Sakit günlərin birində edilən zəngdən sonra. "Hey, dünya!" dəstəyi götürən Saşa dedi. Niyə bu axmaq ifadəni dedi, özü də bilmədi. Necəsə özü belə alındı və hər şey elə bundan sonra da başladı.